Amerika Birləşmiş Ştatları İsrail-İran müharibəsində yerüstü əməliyyatların həyata keçirilməsi ilə bağlı siqnallar daxil olmaqdadır. Transmedia media şirkətləri, Jerusalem Post, Washington Post, New York Times qəzetlərində bu barədə yüksək çinli hərbiçilərin dilindən bəzi məqamlar səsləndirilib. O cümlədən bizim siyasi şərhçilər, analitiklər də bu barədə proqnozlar verirdilər və artıq mərhələlərin başa çatdığını bildirirlər ki, son mərhələdir, hazırdır və yerüstü əməliyyatlar başlayacaq. Bu yerüstü əməliyyatlar nəyi özündə etib eləyəcək? Geniş miqyaslı mı olacaq, yoxsa lokal belə deyək, əməliyyatlar keçiriləcək? Studiyanın qonağı siyasi şərhçi Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullahzadə. Məhəmməd bəy, xoş gördük sizi. Xoş gördük. Məhəmməd bəy, siz də deyirsən 2 gündən qabaq bir status yazmışdınız ki, yerüstü əməliyyatların vaxtı çatıbdır və artıq yekunlaşdırıblardır. Çox güman ki, yaxın günlərdə başlayacaq. Sizin fikrincə bu əməliyyatlar harada başlayacaq? Əsas haranı hədəf götürüblər? Və məqsədi nədir? Bu yerüstü əməliyyatlar lokal olacaq, yoxsa belə deyək, geniş olacaq? Bilirsiniz, artıq fevralın 28-dən başlayaraq demək olar ki, 22 gündür müharibə aktiv fazasından gedib. Birinci mərhələnin başa çatmasını deyə bilərik. Birinci mərhələ havadan, demək olar ki, bombardman, İranın ali siyasi və hərbi rəhbərliyi sıradan çıxarılması və hərbi infrastrukturun darmadağın edilməsi. Sabaha, demək olar ki, 2-3 gün ərzində İranın kifayət qədər hərbi infrastrukturu, raket, demək, qurğularının sıradan çıxarılması, həmçinin raket şaxtalarının, xüsusilə bunlar İranın şərq hissəsində idi, Xorasan istiqamətində və qərb hissəsində, Zagros dağlar istiqamətində. İsrail tərəfi də, ABŞ tərəfi də deyir ki, kifayət qədər bunların 70%-ni biz sıradan çıxarmışıq və birinci mərhələ başa çatıb. Hətta İranın havadan müdafiə sistemləri kifayət qədər demək olar ki, sıradan çıxarılıb və hazırki mərhələdə rejimi dəyişmək üçün mütləq şəkildə burada quru əməliyyatları lazımdır və rejimi həmçinin maliyyə qaynaqlarını da kəsmək üçün ilk növbədə onun iqtisadi strateji məntəqələrinə də əl qoyulmalıdır. Amma indi bilirsiniz ki, İranın artıq neft satışına da aprelin 20-sinə kimi embargo aradan götürülüb. Bu müəyyən qədər İranın valyuta axını da təmin edə bilər. Amma təbii ki, bunun da qarşısının alınması istiqamətində Amerika elə bir siyasət həyata keçirir ki, quru əməliyyatlarla demək olar ki, rejimi tamamilə iflic vəziyyətinə təslim olmağa gətirib çıxarsın. Düşünürəm ki, quru əməliyyat birinci növbədə, bilirsiniz, koalisiyada artıq formalaşır. Hörmüz boğazı naviqasiya azadlığını təmin etmək, həmçinin Xarq adasını zəbt etmək və oradakı Hörmüz boğazındakı strateji limanları, xüsusi təyinatları göndərməklə bir növ ələ keçirməkdir. Çünki Amerika Birləşmiş Ştatları həmin Xarq adasında və İran Hörmüz boğazında iqtisadi və neft obyektlərini vurmaq istəmir. Çünki növbəti mərhələdə bu Amerikaya lazım olacaq və hesab edirəm ki, bunlar ilk növbədə Hörmüz və Xarq adasına bunlar quru qoşunları çıxardacaq, buradan başlayacaq və kifayət qədər də hərbiçilər bu istiqamətə gətirirlər. Həm Hind Sakit Okean periferiyasına, Çin istiqamətində, həmçinin Atlantik Okeanından. Amerika Birləşmiş Ştatları təxminən 50 minə yaxın bura desant qüvvələr, dəniz piyadaları və digər struktur bölmələrin hərbiçilərini bu əraziyə yerləşdirir ki, İrana qarşı məhdud quru əməliyyatlar keçirir. Quru əməliyyatların da ilk növbədə birinci mərhələsi İranın bu boğazdakı fəaliyyətinin tamamilə qarşısının alınmasına hesablanıb. Baxın, ümumiyyətlə siyasi şərhçilər və media orqanlarında da belə bir fikir səsləndirir. Bir variant siz dediyinizdir. Yəni, Hörmüz boğazının azad olunması istiqamətində orada quru əməliyyatları keçirmək. İkinci istiqamət Bəndər-Abbas istiqamətdir. Və burada yenə də, belə deyək, İrandakı narazı etnik qruplardan istifadə amili ortaya çıxır. Bildiyiniz kimi, Kürd amili reaksiya vermədi, baş tutmadı və burada Bəndər-Abbas istiqaməti, Əhvaz istiqaməti, ora ərəblərdir.
Əhvaz ərəbləridir və onlar da kifayət qədər həm maliyyə baxımından, həm də silah baxımından təşkilatlanmış bir qrupa malikdirlər. Hürmüz boğaz istiqaməti isə Bəluçlardır. Onlar da kifayət qədər silahlanmış bir, təşkilatlanmış bir qrupa malikdirlər. Sizin fikrincə bu yerüstü əməliyyatlarından həmin qüvvələrdən istifadə olunacaqmı və Bəndər-Abbas istiqaməti, ərəb istiqaməti realdırmı? Mən düşünürəm ki, bilirsiniz ki, bu müharibə davam edir 21 gün ərzində. Amerika Birləşmiş Ştatları İraq istiqamətdən kürdləri bu prosesə qatmaq istədi. Amma kürdlər buna getmədi. Təbii ki, burada Türkiyə faktoru da var. Onlar Şimali İraq kürd rəhbərlərinə əlaqə saxlayaraq buna yol vermədilər və qarşısını aldı. İndi Amerika Birləşmiş Ştatları, İsrailin də planı təbii ki, Əhvazda silahlı ərəblər və Hörmüz boğazında bəlucuların silahlandırılması. Mən düşünürəm ki, əgər Amerika Birləşmiş Ştatları quru qoşunlarını göndərəcəksə, təbii ki, Əhvazda ərəblər və bəlucular, bilirsiniz ki, bəlucular uzun illərdir ki, silahlı qrupa malikdirlər. Mübarizə aparırlar öz müstəqillikləri uğrunda. Zaman-zaman Əhvazda ərəblər də etiraz edirlər öz haqlarını müdafiə etmək uğrunda. Çünki orada həqiqətən də İran rejimi ədalətsiz bir sistem qurub. Bütün neft yataqları İran rejimi oradan faydalanır, amma oran yerli xalqları üçün demək olar ki, sosial təminat çox aşağı səviyyədə, həddindən artıq kasıb yaşayırlar. Həm Bəlucistanda, həmçinin Əhvazistanda ərəblər və onlar da məhz etiraz aksiyalarında maraqlıdırlar. Bilirsiniz, Əhvazdakı Xüsustanla, Tehranla, İranın mərkəzi hissəsi ilə həm coğrafi cəhətdən bunlar ayrıdır, çünki səhralar var. Həm də kifayət qədər Tehranla uzun 1000 kilometr, 2000 kilometr, 1000 kilometrdən artıq məsafəyə lazımdır. Əhvazdakı, Bəlucistandakı bəlucu Tehranda nə baş verdi maraqlandırmır. Əsas onların yaşadığı ərazi. Dediyim kimi, Tehranla, Bəlucistanda və Əhvazda təbii keçidlər var, quru səhralar var, bataqlıqlar var Xüzistan istiqamətində. Ona görə də düşünürəm ki, Amerika Birləşmiş Ştatları ərəblərdən və bəluculardan bu müstəvidə istifadə edəcək. Bu plan var, İsrail bunun üzərində işləyir. Çünki arxadan bəlucular və Əhvaz ərəblərin silahlı qruplarından bunlar Sepahın və İran silahlı qüvvələrinə qarşı əməliyyatlar həyata keçirəcək. Dənizdən də məhz Amerika Birləşmiş Ştatlarının quru qoşunlar, dəniz piyadaları hücum edəcək. Mən düşünürəm ki, bu plan var və Amerika Birləşmiş Ştatları bundan istifadə edə bilər. Bax, bu məsələdə ərəb ölkələrinin istiqaməti, ərəb ölkələrinin bu əməliyyata, bu hadisəyə dəstək vermək imkanları, dəstək vermək cəhdləri ola bilərmi və olacaqmı? Çünki mən o gün oxudum, Səudiyyə Ərəbistanının vəliəhdi, hətta Trumpa təzyiq göstərir ki, İran problemini həll etsin. Bəli, tamamilə doğrudur. Çünki İran həqiqətən də ərəblərə, ərəb ölkələrində çox ciddi şəkildə böyük problem yaradıb uzun illərdir ki, məhz İran faktoruna görə ərəb ölkələri uzun illərdir ki, Amerikaya xərac ödəyirlər. Milyarlarla dollar məbləğində onlar silahlar alırlar. Amerika Birləşmiş Ştatları məhz İran faktoruna görə bu ölkələri idarə edib, Körfəz ərəb ölkələrini, Səudiyyə Ərəbistanı və İran təkcə bu ölkələrə yox, Azərbaycan da daxil. Təbii ki, bu növbəti irəliləyən dəqiqələrdə bu barədə də zamanımız olacaq, danışacaq. Və Səudiyyə Ərəbistan, bəli, ötən gün Hakan Fidan da dedi, biz burada toplantı keçiririk, Riyadda İran Xarici İşlər Naziri bizə zəng edir atəşkəs danışıqları üçün. Əraqçı ilə danışdığım vaxt İran bizim üzərimizdən raketləri atır, Riyad bombalanır. Mən bunu sual elədim. Dedim, siz bizdən atəşkəs istəyirsiniz, danışıqlar istəyirsiniz. Biz oturmuşuz, bizə də hörmət eləmirsiniz. 500-600 metrdə İran raketləri düşür. Yəni, İran rejimi belə bir xislətdir. Yəni, onların diplomatiyasında dediklərinin əməlləri üst-üstə düşmür. Hesab edirəm, Səudiyyə Ərəbistanı, həmçinin Körfəz ölkələrdə bilirsiniz ki, bəyanatda qəbul elədilər. Və onlar da Amerika
qoşunların irəliləməsini onlar da alqışlayacaqlar. İstisna etmirəm ki, onlar da növbəti mərhələdə bu koalisiyaya qoşula bilərlər. Hər şey təbii ki, İranın əlində olan hərbi infrastrukturun daha da darmadağın edilməsindən asılıdır. Çünki bu ölkələr də görməlidirlər ki, artıq İranın raketləri bunların üzərinə gəlməyəcək. Bax, bütün hallarda deyirdilər ki, bu müharibə başlayanda İranın bütövlüyünü istəyirlər, İranın bütöv qalmasına çalışacaqlar. Amma bax, görürsünüz, danışdığımız və izah elədiyimiz və onların elədikləri, atdıqları addımlarda istər-istəməz etnik amil qabarır. Bəli. Etnik amil ön plana çıxacaq və bəluçlar, o cümlədən ərəblər, əgər bu prosesə qoşulacaqsa, deməli, onlar öz müstəqil dövlətlərinin, müstəqil muxtariyyətlərini ən azı istəyəcəklər. Belə olduğu təqdirdə istər-istəməz İranın parçalanması planı ortaya çıxır. Bu vəziyyətdə İrandakı Güney Azərbaycan, Kürdlər, Lorlar və s. Bu məsələdə bu regionlarda sizin fikrinizə qaynayə bilərmi? Yoxsa hazır deyirlər? Biz həmişə yeni dünya nizamının artıq yeni dünya nizamı qurulur və İkinci Dünya Müharibəsindən sonra formalaşan yeni dünya nizamı dağılır. Yeni dünya nizamı nə deməkdir? Bir çox dövlətlər parçalanır, yeni dövlətlər yaranır. Bu dünya nizamında sərhədlər dəyişir. Hətta bəzi ölkələrdə sıradan çıxır. Tarixdə bu proseslər olub da bir nə qədər imperiyalar olub, hamısının adı yoxdur. Dövlətlərin sərhədləri 80 il, 100 ildən bir dəyişir. Tarixə də nəzər salırsaq, dövlətlər də bir bioloji bir prosesdir. Növbəti mərhələdə sənədlər də dəyişə bilir, dövlət özü yoxa da çıxa bilir, həmçinin millətlər özləri də yoxa çıxa bilir. Mən düşünürəm ki, İran amili də belədir. Və Amerika Birləşmiş Ştatları 2025-ci ildə İran məsələsini həll etməli idi. Düşünürəm ki, İrandakı rejimi devirəcək Amerika Birləşmiş Ştatları. Bu qədər bunlar vəsait xərc ediblər, bu qədər hərbi resurs qoyurlar və İrandakı milli azlıqlar və milli azlıqlar təbii ki, orada ərəblərdir, lollardır, kürdlərdir, amma Azərbaycan orada milli azlıq deyil. Sayılmır, çünki birinci yerdir hətta. Və düşünürəm ki, İranın tam ərazi bütövlüyü olsa da, orada muxtariyyətlərin olması istisna deyil. Bu muxtariyyətlər kimə verilə bilər? Maraqlı tərəf odur. Kürdlər bu prosesdə aktivdirlər. Amma onların haqları yoxdur. Bu məsələdə onlar muxtariyyət tələb etsinlər. Çünki azlıqdırlar orada. Bəlucuların müəyyən qədər haqları var. Onların yaşadığı regiondur, Pakistan sərhəddi istiqamətində. Amma Pakistan buna necə reaksiya verəcək, o maraqlıdır. Mən hesab edirəm ki, Pakistan və Çin buna imkan verməyəcək və İranda xaos və anarxiya, vətəndaş silahla qarışdırmalar gətirib çıxara bilər. Əhvazda ərəblərə düşünmürəm ki, onlara muxtariyyət verilə bilər, amma vaxtilə onların orada dövlətləri olub. Bu məsələ... İlk dəfə ərəb dövləti orada yaranıb, sonra Səudiyyə əlavə eləndə ki, bir-birinə oxşamasın. Bəli, maraqlı proses buradadır. Orada daha çox haqlara sahib olan Azərbaycanlılardır. Çünki orada deyirlər ki, orada 20 milyon Azərbaycanlı var. Deməli, haşədən çıxıb, özünü bəziləri var ki, özlərini həddən artıq vətənpərvər hesab edirlər. Bu prosesdə baş verən proseslərdən özlərini daha da milli vətənpərvər kimi göstərmək istəyən dırnaq arası bəziləri var. Çıxıb efirlərdə deyir ki, biz mübarizə aparırıq, biz Azərbaycan haqlarını qoruyuruq, amma konkret olaraq obyektiv təhlildə aparmırlar və həmin bəzilərinin də yazılarına da baxıram, yazırlar ki, həmin özlərini dırnaq arası, özünü vətənpərvər mübariz kimi aparanlar yazır ki, İranda 20 milyon Azərbaycanlı var. Fikir verirsiniz bu nə deməkdir? İranda 50 milyondan çox Azərbaycanlı var. O günləri Azərbaycan keçmiş dövlət təhlükəsizliyin sədrinin müavini olmuş bir hörmətli şəxs, adını çəkmək istəmirəm, bu efirlərin birində qeyd etdi ki, dedi ki, o vaxt İrandakı Azərbaycan baş naziri müavini getmişdi, sonra səfir qeyd edir ki, İran 1997-ci ildə milli azınları, xalqları siyahıya alanda
orada 50 milyon Azərbaycanlı var idi. 97-ci ildən söhbət gedərlər. Orada Qaşqayları demirəm. Onlar da bilirsiniz ki, bizə yaxın millətdir. Bəli, Qaşqaylar da, Afşarlar Afşarlar, bəli. Türkmen sərhədləri, Türkmenləri çıxıram. Onlar Türkmenistana aid. Amma burada daha çox Afşarlar və Qaşqaylar daha çox bizə yaxındır. Eyni dil, eyni mədəniyyət, eyni din və 50 milyondan artıq orada Azərbaycanlı var və sayıca da birinci yerdədir. Və düşünürəm ki, daha çox onların haqları var. Orada dövlətləri olsun. Dövlətlər necə olacaq? Fars rejimi gedir. Ya oradakı dövlət Azərbaycanlara təhvil verilir. Ya da Güney Azərbaycan tamamilə müstəqil olur. Mən hesab edirəm ki, bu məsələdə Azərbaycan da öz strateji yanaşmasını da ortaya qoymalıdır və bu prosesə də hazır olmalıdır. Hadisələr göstərir ki, daha çox Güney Azərbaycanda baş verən proseslər göstərir ki, daha çox müstəqil dövlət yaratmaq istiqamətində meyllər daha o istiqamətdə daha çoxdur. Müstəqil dövlət kimlə yaradacaq? Güney Azərbaycanda elə adamlar yoxdur. Çünki çoxunun məndən... Onda onu biz bilmirik, yoxdur. Orada milli hərəkatı idarə edən güclər var ki, onların bugün gündəmə çıxması, üzə çıxması onların həbsi və günələməsi deməkdir. Təbii ki, amma... Onu idarə edən, o burada traktörün 30 milyon mən hesab edirəm ki, buradan idarə olmalıdır. Azərbaycan Respublikasından. Azərbaycan Respublikasının dövləti, buradakı struktur, buradakı siyasətçilər oranı idarə eləməlidir. Bilirsiniz, oradakıların çoxu 47 ildə Fars ideologiyası, çox etdalatın agentura. Məsələn, Güney Azərbaycandan çıxıb Təbrizdən və dünya müxtəlif yerlərində olan özlərini milli azadlıq hərəkatının öncüləri hesab edənlərin çoxu etdalatın agentləri olub. Milli azadlıq hərəkatına zərbə vururlar. Ona görə də mən Güney Azərbaycandan çıxan çoxlarına inanmıram. Onların bəzi mübarizəsi öz şəxsi mali ambisiyalar üçün pul kazansınlar. Erməni diasporası necə soyqırım iddialarına istifadə edir. Pəhləvilərdir, sonra xalq mücahidlərdir. Onlar Azərbaycan məsələsi, konkret olaraq Azərbaycan Respublikası bundan məşğul olmalıdır. Onlar nə vaxt ayağa qalxıb? Heç vaxt. Səttarxan məsələsi İran daxil işi idi. Qacarlar dövründə. Xiyabani tamamilə başqa bir məsələdir. Pişvəri məsələsində biz eləmişdik də, o vaxt Azərbaycan SSR dövründə. Nə vaxt qalxmır? Milli hərəkat olmayıb axı Güney Azərbaycanda. Nə vaxt olub? Pişvəri göndərmişdi ora. SSR qoşunları girmişdi ora. Azərbaycan o vaxt dedikası getmişdi. SSR qoşunlarının girməyi ayrı bir prosesdir. Orada hökumət qurub, hökuməti biz qurmuşduq. Dövlət yaratmaq ayrı. Buradan da hökuməti biz qurmalıyıq. Yox, biz orada biz hökumət yəni biz qurmalıyıq deyəndə biz müstəqil Azərbaycanıq. Müstəqil Azərbaycana istinad eləmək üçün əllərində güclü fiqur var. Güclü fiqur. Yox, Azərbaycan müstəqil Azərbaycan var. Biz müstəqil Azərbaycan olaraq bugünkü siyasətimizdə o prioritet deyil. Sən dediyin prioritet deyil. Yox, biz gətirməliyik onları, biz onlardan gətirməli lideri bura, onları təlimatlandırmalıyıq və onları biz idarə eləməliyik. Sən biz idarə eləməliyik. Yox, mən razı deyiləm. Güney Azərbaycan özü böyük bir... Onları başına qoysun, deyəcək, yəni biz İranlıyıq. Yox. Biz İran tarixinin bir hissəsiyik. Qardaş, o İran tarixi zaten elə bir hissəsidir. Amma hal-hazırda proseslərdə Azərbaycan, müstəqil Azərbaycan sadəcə olaraq bir mayaq olmalıdır. Güney Azərbaycan milli hərəkatının kifayət qədər... Kimdir Güney Azərbaycan milli hərəkatının önünə çıxan kim? Güney Azərbaycan, qardaş, sən adını çəkib orada həbs olunanlar, bilirsən nə qədər həbs olunanlar var? Elə bilirlər canlı şeyin adı nədir? Abbas Lisanın özü. Abbas Lisanı Abbas o lider digərləri. Düşünmürəm. Yəni onları tək başına buraxmaq olmaz, konkret olmaz. Yox, razıyam. Azərbaycan Respublikası bu məsələ ilə məşğul olmalıdır. Ona hələ var. Hələ ona var. O proseslərə Azərbaycan biz dəvət eləməliyik bura, onlarla biz iş aparmalıyıq, strukturu qurmalıyıq hər şeylə
və göndərməli ki, bu necə pişvərini gətirildi bura, hər şeylə təmin olundu və ora göndərildi, elə olmalıdır. Çünki onların dövlətçilik təcrübəsi yoxdur, ənənələri yoxdur. Onlar hamısı ancaq ticari məsələlərlə məşğul olan insanlar da olmuyor. Bir də öz dilləri uğrunda 1-2 nəfər, bəli, onları yüksək qiymətləndirirəm. Amma burada dövlət var, Azərbaycan Respublikası var, bizim institutlarımız var, bizim ordumuz var. Onlardan gətirməliyik bura. Və onlarla bir işləməliyik. Azərbaycan, sən dediklərin, Mehmet bəy, deməli, 89-90-cı illərdə Sovetlər dövründə mən radioda işləyirdim. Cənubi Azərbaycan redaksiyasında işləyirdim. SSR-in dövründə. SSR-in dövründə Azərbaycanda kifayət qədər Azərbaycan SSR, Heydər Əliyevin hələ dövründə kifayət qədər fəaliyyət növü var idi o istiqamət üzrə. Bilirəm. O fəaliyyət istiqamətləri heç kim belə çıxıb efirdə demir ki, biz hücum eləyəcəyik, biz qoşun göndərəcəyik, biz eləyəcəyik, orada gedib dövlət quracaq. Bax, mən sizə fakt o tamam başqa bir sahədir. Bizim bugünkü reallıq, biz geopolitikadan danışırıq. Və geopolitikada bugün görsən ərəblər, Amerika ərəblərdən girmək istəyir. Bəluşlardan girmək istəyir. Və bir ərəb dövlətində kimsə əlində bayraq tutub demir ki, biz oraya qoşun göndərəcəyik. Halbuki Əhvaz ərəblərinin maliyyələşdirilməsini Qətər eləyir. Səudiyyə Ərəbistan eləyir. Aman eləyir. Və çox ciddi də maliyyələşmə, ciddi də silahlanma gedir. Yəni bu proses biz istədiyimiz formatda belə də asan başa gələn bir şey deyil. Gəl bu söhbətin başqa bir istiqamətinə gedək. Yox, bilməsən, bilirsiniz, hər şey bir-birinə zəncirvarı bağlıdır. Güney Azərbaycan məsələsi Şimali Azərbaycandan nə vaxtdan gündəmə gəldi? Rəhmətli Heydər Əliyevin. Yox, ondan da əvvəl idi. Heydər Əliyevin dövründə başqa bir istiqamətə getdi. Milli mədəni ədəbiyyat məsələsində. Güney hərəkatı var. Güney hərəkatı, bəli, o istiqamət, onu da kim elədi? Yəni də Şimali Azərbaycan elədi. Yox, Mirzə İbrahimov Şimali Azərbaycanlı deyil idi, qaqam. Mirzə İbrahimov idi. Mirzə İbrahimov SSR Ali Sovetində işləyib. Azərbaycan SSR Ali Sovetinin sədri olub. Üzvlərdən gələnlərdən. Güneydəki milli hərəkatın təməlini qoyan və onu nizamnaməyə salan, sənədləşdirməyə salan, kitaba salan, yəni bilirsən, o insanlar ki, burada fəaliyyət göstəriblər. Ona görə deyirəm, onların hamısını biz bilməmişik. Bilirsiniz, dövr var idi ki, bax, dövründən, Səttarxan dövrünə getsək, Səttarxan dövründə ümumiyyətlə sərhəd anlayışı yox idi. Səttarxan dövründə Tox Məmmədəmiz Rəsudəgilin sosial-demokrat cəryanı orada iştirak ediblər. Yəni, biz bir millət olduğuna görə, bir ziyanlar bir-birinin fəaliyyətində, bir-birinin gündəmə gəlməsində, dövlətləşdirmə prosesində, millətləşdirmə prosesində iştirak ediblər. Biz deyə bilmərik, mən həmişə onun əleyhinə olmuşam ki, biri deyir ki, güneydə bu belə deyir, biz quzeydə belə deyir. Biz deməliyik ki, orada yaşayan Azərbaycanlı belə deyir, burada yaşayan Azərbaycanlı belə deyir. Güneyli, quzeyli, qərbi Azərbaycan, o sözüdür mən əleyhinəyəm. Qərbi Azərbaycan deyilən bir məkan yoxdur. Yəni, qərbi Azərbaycanlılar, güney Azərbaycanlılar, elə bir millət yoxdur, qardaş. Azərbaycan türkü var, burada da yaşayır, orada da yaşayır, orada da yaşayır. Və bizim Azərbaycan dövlətinin bu məsələdə vaxtı çatanda gündəmə gəlib, əsas açar rolunu oynayacaq, onu deyirsənsə, razıyam səndən. Bəli, mən onu deyirəm. Onunla razıyam. Cənab Prezident də bilirsiniz ki, ötən həftələrdə iclasda məhz Cənubi Azərbaycan məsələsi ilə də bağlı ciddi mesaj verdi. Yəni, bütün proseslər ona gedir. Təbii, razıyam səndən. Təbii ki, bilirsiniz, baş verən proseslər onu göstərir ki, İran ətrafında mən düşünürəm ki, mütləq şəkildə tarix dəyişəcək və İran rejimi də sona çatacaq. Rejimin sona çatmasıyla bağlı onların daxili bir prosesə də bir nəzər yetirək. Çünki orada da çox maraqlı proses gedir. Çünki o daxildəki mərkəzdən qaçma güclənməsə, siyasi elit, hərbi elit arasında qarşı durma və çat yaranmasa, İranın bütöv qalmasında maraqlı olan qüvvələr heç də zəif deyil. Elə biz söhbət elədik, elə Çinin özü, Rusiyanın özü, heç də zəif ölkələr deyil, İranın bütöv qalmasını istəyənlər. Yəni, o məsələyi də, hələ hətta Amerika, Trump administrasiyasında iki yerə də bölünüblər. Hətta İranın bütöv saxlamaq istəyənlər də var, bəziləri də parçalamasını istəyənlər də var. Yəni, biz hələ bir variant danışırıq, versiya danışırıq. İran daxilindəki Larijani fiquru ciddi fiquru idi. Onun aradan götürülməsi önə hansı qüvvələri çıxartdı? Bugün görsənən, siyasi vitrində görsənən kimlərdir və
onların ritorikası nədir? Təbii ki, bilirsiniz ki, mühafizəkarların, İranda rejim mühafizəkarlar və islahatçılardan ibarətdir. Amma mühafizəkarların arasında da şahin qanadı var və müəyyən qədər dialoqa maraqlı qanad var. Larizani konkret olaraq mühafizəkarların sistemində həm islahatçıların dəstəyini qazanırdı, həmçinin mühafizəkarların. Və Amerika Birləşmiş Ştatları ilə də müəyyən danışıqlarda maraqlı fiqur idi. Hətta o ölməmişdən 3 gün əvvəldən də Amerikadan vasitəsilə konfidensial danışıqlar aparılmasında da maraqlı idi. Hətta Türkiyədə və Oman da bu məsələdə öz vasitəçiliyini irəli sürmüşlər. Baxın, o danışıqlar məsələsi ortaya çıxandan sonra, 3 gündən sonra sui-qəsd nəticəsində o öldürüldü. Və onun öldürülməsini hesab edirəm ki, kəşfiyyat məlumatı, İsrail ümumiyyətlə danışıqlarda maraqlı deyil, Amerika və İran rejimi ilə. İkincisi də Sepah da ondan bir növ canını qurtardı. Larizani də həmçinin Müştəbə Xamneyinin dini lider olmasında əleyhinə idi. Daha çox o prezident Məsud Pezeşkiyanla koordinasiyalı fəaliyyət göstərilir, bir də məhkəmə hakimi ilə. Demək olar ki, həmin danışıqlara maraqlı olan şəxsi də İsrail kəşfiyyatı sıradan çıxartdı. Hazırda onun yerinə Dehqan gətirilib. Amma Səid Cəlilini deyir. Səid Cəlili də qırğıdır. Qırğıları Şahin qanadını, Qalibaf da bunların prezident Məsud Pezeşkiyan islahatçılara münasibəti həddindən artıq mənfidir. Hətta bunlar Məsud Pezeşkiyanı tamamilə idarə etmə sistemindən uzaqlaşdırıblar. Yəni, İran siyasi sistemində ciddi şəkildə fikir ayrılıqları mövcuddur. İndi bilinmir, Milli Təhlükəsizlik Şurasının sədri Dehqanidir və yaxud Cəlilidir. Yəni, bu məsələ hələ sual olaraq qalıb. Cəlili də ciddi figurdur. Onun Məsud Pezeşkiyanla çox ciddi konflikti var və istisna etmirəm ki, Cəlili gələcəksə Məsud Pezeşkiyanı tamamilə sıradan çıxaracaqlar və Məsud Pezeşkiyan istifa da verə bilər. Elə o istifasına gəlmək istəyirdim. Pezeşkiyan dedi ki, məni işləməyə imkan vermirlər və özümü nəsə yad adam kimi istəyirəm. Məsud Pezeşkiyan seçiləndən 10 gündən sonra qeyd etdi ki, mənə işləməyə imkan vermirlər, islahatlar aparmağa imkan vermirlər. Məhz o imkan verməyənlərin siyasəti nəticəsidir bu günləri İran, Amerikan və İsrail ağır bombardmanına məruz qalıb, dövlət demək olar ki, iflic olub və İran dövlətinin elə bütövlüyü də sual altında qalıb. Pezeşkiyanın istifası mümkündürmü? Mən düşünürəm ki, mümkündür. Buraxacaqlar deyirsən. Amma buraxmayacaqlar. Bir növ onu girov saxlayıblar. İranda hərbi çevriliş Sepah edib. Daha da mövqeyi güclənib. Və Amerika ilə heç bir danışıqlarda da maraqlı deyil. Buna da İsrail maraqlıdır. İsrail çalışır ki, İran parçalansın, İranda xaos hökm sürsün, uzun illər orada vətəndaş müharibəsi olsun və bununla İsrail regionda güclənməyə çalışır. İsrailin bu planı bundan ibarətdir. Bu, mən düşünürəm ki, Amerika Birləşmiş Ştatları amma burada maraqlıdır. Qeyd etdiniz, Amerikada İranın bütövlüyü və parçalanması məsələsində də müəyyən fikir ayrılıqları var. Amma dediyim kimi, burada Çin faktoru var, Pakistan faktoru var, Türkiyə faktoru var və bunlar İran ərazi bütövlüyünün qorunmasında ciddi şəkildə maraqlıdır. İndi Azərbaycan orada hardadır? Mən hesab edirəm ki, Azərbaycan konkret olaraq Güney Azərbaycanlılarının milli azadlıq hərəkatının, onların hüquqlarının uğrunda mübarizəsində daimi onların yanında da olmalıdır. Yəni, proses hansı istiqamətə getməlidir və bu proses. Hətta deyərdim ki, orada düşünürəm ki, daha çox dövləti oradakı Azərbaycanlılara tamamilə təhvil verilməlidir. Çünki İran uzun illər Türkün ölkəsi olub, Türkləri idarə edib. Və hesab edirəm ki, İrandakı Amerika Birləşmiş Ştatlarının bir nömrəli hazırki strategiyası Sepahı tamamilə sıradan çıxarmaq, islahatçıları önə vermək, bir növ onların yolunu açmaq və danışıqlar aparmaqdır. Sepahı qoruyan qanad da var, Sepahı məhv etmək istəyənlər də var. Sepaha bağlı Qalibaf və Cəlili, Qalibaf Sepahın ən yaxın adamlarından biridir. Görürsünüz, o siyahıda yoxdur, ölüm siyahısında onun adı heç vaxt səslənmədi.
Pezeşkan istifa məsələsinə niyə toxundum? Pezeşkan niyə buraxmazlar fikri də gündəmdədir. Nəyə görə? Pezeşkan yeganə o fiqurların arasında yeganə şəxsdir ki, legitimdir. Cəmaət seçib onu. İran xalqı seçib. Və Trump'ın da tez-tez adam tapıb danışa bilmirik ritorikasında Pezeşkan amili istər-istəməz ortaya çıxacaq. Necə fikirləşsən? Mən düşünürəm ki, belədir. Ola bilər Donald Trump hələ Pezeşkan adını çəkmir. Halbuki prezidentdir və Donald Trump'ın tərəf müqabilidir. Və onunla oturub bir masada kifayət qədər bu problemləri həll edə bilər. Və ona qarşı islahatçı qanada, onların liderlərinə də qarşı sui-qəsd əməliyyatının keçirilməməsi də məhz ondan irəli gəlir. Amerika Birləşmiş Ştatlarının da həmin İranın bütövlüyünü istəyən qüvvələr hələ ki üstünlük təşkil edir və Trump da onların məsləhətinə qulaq asır. Mən belə düşünürəm. Ona görə də onlar İsrailə də tapşırıblar ki, prezident və onun qanadı ilə işin olması. Hətta mən burada Türkiyə və Azərbaycan bəli, bu məsələdə Azərbaycan və Türkiyənin də rolunu da istisna etmirəm. Çünki Pezeşkana toxunulmaması, xüsusilə islahatçı qanada toxunulmaması Türkiyə və Amerika Birləşmiş Ştatları. Çünki bunlar kifayət qədər konstriktiv, loyal və danışıqlar masasına əyləşib İranı bir normal bir dövlət müstəvisində inkişaf etdirəcək liderlərdir. Bunlar nüvə ambisiyalarından da əl çəkə bilərlər, proksi qüvvələrin dəstəklənməsindən də əl çəkə bilərlər. Bilirsiniz, İranın nüvə məsələsi meydana çıxması, proksi qüvvələr, bunlar fars şovinizm, Əhmənə Səsani ideologiyasının analoji davamıdır. Bunlar nüvə silahı ilə öz müdafiələrini daha da gücləndirir və regionda öz geosiyasi mövqelərini gücləndirməyə çalışırlar. Həmçinin bunlar Şiə hilalından, müqəddəs İslam dinindən və onların atributlarından, məzhəbindən istifadə edərək öz çirkin, şovinist, Səsani, Əhməni siyasətlərini həyata keçirməyə çalışıblar. Elə o vaxtı, şah vaxtı da eyni senari tətbiq olunub. Mən həmişə demişəm, indiki İran rejimi Pəhləvinin eyni üzüdür. Bir medalın iki üzüdür. İkisi də şovinist, paniranist və konkret olaraq bunlar regionda geosiyasi mövqelərini, imperiyanı bərpa etmək uğrunda mübarizə aparırlar yaxın şərqdə. İran şahı da bilirsiniz ki, o vaxt ərəblərlə də döyüşə girmişdi. Birləşmiş Ərəb Əmirliklərinə məxsus adalar ilə 60-cı illərdə onun dövründə işğal olunmuşdu. Bunlar fakt. Ona görə də mən düşünürəm ki, bu rejim getməlidir. Bu rejim region dövlətlərin və xalqların düşmənidir. Bir baxın, bu rejim nə edib? Livanda Hizbullahı yaratdılar. Proksi qüvvə Hizbullah orada neynədir? Gücləndi. Livanda parlamentdə və hökumətdə koalisiya. Və İslam inqilabı ixrac edilər. Bunların səhv xarici siyasətlərin nəticəsidir. İndi başlarına gələr. İraqda neynədilər? Həşd şabini yaratdılar. Onlar da kifayət qədər güclənib parlamentdə və digər strukturlarda yer almağa çalışdılar. Suriyada da bunu eləmişlər. İndi Suriya siyasətləri fiyaskoya uğradı. Yəməndə Husilər indi birisi hakimiyyətdir. Bunu Azərbaycanda da eləmək istəyirdilər və bu istiqamətdə də kifayət qədər iş aparmışdılar. Yəni göründüyü kimi bu rejim kifayət qədər apardılar və hətta bizi nə qədər həbs olundu, nə qədər çıxardı, amma yenə də bugün sosial mediaya bax. Yenə də Azərbaycan. Yəni o terrorlar ki, ordusu var ki, çox ciddi. İran rejimi bəli düşməndir, sabah terror təşkilatıdır və bu rejim getməlidir. Bu rejim gedəndən sonra mən düşünürəm ki, regionda müəyyən ab-hava yumşala bilər. İran və İranda normal bir dövlət halına gələ bilər. Və İranın da normal dövlət halına da gəlməsi, oradakı prezident və nazirlərin, komandanlar ideologiyada imtina etməlidir və Azərbaycanlılar olmalıdır. Farslar gələrsə, oradakı hakimiyyətə yenə də məsələ eyni. Ona görə də orada dövlət quruluşunda bayaq danışdığımız federativ bir dövlət quruluşu. Federativ olmalı. Güney Azərbaycan müstəqil, başqa yolu yoxdur. Çünki Fars gəldi, yenə də şovinizm davam edəcək, Azərbaycanlara zülm olunacaq. Ya federativ olmalıdır, İraq senarisi tətbiq olunmalıdır. Çünki indiki İran 47 ildir regiona və öz xalqına nə verib? Ancaq ölüm, xaos, terror, proksi qüvvələr, fars şovinizmi də əsasani. Baxın, tarixdən də
belədir. İndi deyirlər ki, İran tarixi yoxdur, amma İranda da Əhməni, Fars media, Farsın tarixi. İndi biz obyektiv təhlil aparırıq da, bu proses budur. Eyni coğrafiyada yaşamışlar. Türklər və Farslar eyni coğrafiyada yaşayıb, eyni ərazidə və biz türklər daha çox onlardan mədəni və ilk dövlətçiliyi olanlıq. Onlar da daima ona görə də biz türklərə qarşı düşmənçilik siyasəti aparıblar. Onlardan dövlətçilik və mədəni olduğumuza görə və eyni siyasətdə indi də aparılır. Fars şovinizminin beyni konkret olaraq anti-türk ideologiyası ilə formalaşıb. 30 il ərzində Ermənistana kim dəstək verdi? Hələ 2020-ci ildə müharibədə qalib gəlmişik. Bu sepah, utanmaz İran rejimi yenə də Qarabağdakı 3 il ərzində Qarabağdakı separatçı rejimə yanacaq enerji daşır. Bax, bunlar budur. Ona görə də bunlar öldürülməlidir, məhv olunmalıdır. Amma oradakı Azərbaycanlılar var və onlar da qorunmalıdır. Bu əsas sistemin dəyişikliyi və dövlətin idarə edilməsi, bu dediyimiz kimi muxtariyyətdir, federasiyadır ya da müstəqillikdir. Yəni başqa yol yoxdur. Bir sonuncu bir məsələni də müzakirə edək. Rusiya və Çin faktorunun bu məsələdəki rolu. Bugün İranın bu qədər belə deyək, müqavimət göstərməsinin arxasında bu amillər varmı? Yəni istər-istəməz resurslar qutarır. Yəni İran Amerika deyil. İstər-istəməz resurslar qutarır. Və qutardıqca da çöküş başlayacaq. Və bu məsələdə, bu məqamda Çin və Rusiya amili özünü necə bürüzə verəcək? Daha çox mən Çin amilini nəzərdə tuturam. Rusiya amili bunlar Xəzər dənizi ilə silahlar daşıyırdılar, amma bilirsiniz ki, oradakı İsrail və Amerika vurdu. Yaxşı vurdu, çünki Xəzərdə İran donanmasını inkişaf elətdirdi və o da donanmada bizə qarşı idi. Bizə həmişə Xəzər dənizində İran rejimi sepah təhdid edib ki. Amma sepah Çinlə bağlı, Çin amma çalışır ki, bir Amerikanı orada burğulana salsın, bataqlığa salsın. Onlar Tacikistan vasitəsilə də humanitar yardım adı ilə Çinə, İrana silahlar göndərirlər. Onlar bu yaxın 3-4 ay bundan əvvəl havadan müdafiə sistemləri, radar sistemləri İrana verdilər və həmin radar sistemləri də F-35-lərə tuta bilir. Ötən gündə Amerikanın demək olar ki, 2 qırıcısını vurub, onlarla bir tankerini İran tərəfi vurub və Amerika Birləşmiş Ştatlarının yaxın şərq ölkələrindəki hərbi bazalarında darmadağın eləyib İran. Yəni, bu da faktdır. Ötən gündə İran Hind okeanında İrandan 4000 kilometr aralıda İngiltərənin hərbi bazasına 4000 kilometri mənzilli ballistik raket atdı. 2 raket uranda vurur. Yəni, görürsünüz də kifayət qədər. İndi əllərində həqiqətən də kifayət qədər silahlar var və İsraili demək olar ki, təhlükəsizliyini də sıradan çıxartdı. İran bilirsiniz ki, Hayfada elektrik stansiyasını, İsrail Təl-Əvivin əsas aeroportunu, oradakı dəmiryol vağzallarını və kifayət qədər strateji obyektlərində İran vurub. Həmçinin Körfəz ölkələrinə də ciddi şəkildə İran tərəfi ziyan vurub. Yəni, proses bundan ibarətdir. Mən hesab edirəm ki, Çin bəli bu prosesin arxasındadır və bunu mən daima deyirəm ki, İranda artıq ABŞ və Çin mübarizəsi gedir. Çünki Amerika Birləşmiş Ştatları İranda qalib gələcəksə, Çinin nəfəsini çəkəcək. Rusiyanı Ukraynada bunlar bataqlığa salıb. Trumpın Çinə səfərinin təxliyə salmasında bu məsələ var. Bəli, çünki Hörmüz boğazının bunları açsaydı, Amerika həmçinin rejimi tez bir zamanda dəyişsəydi, Amerikanın prezidenti Çinə qalib kimi gedəcəkdi. Amma görürük ki, hələ ki Amerika Birləşmiş Ştatları bu müharibədə qalib gəlməyib. Nə İran qalib gəlib, nə də Amerika Birləşmiş. Hələ də bu müharibədə qalib yoxdur. Üstünlük var, amma qalib yox. Müəyyən hədəflərə çatılıb, amma əsas hədəf sistemin, rejimin dəyişməsi, yəni ona nail olmayıb. Ona nail olmayıblar, amma bunlar hesablayırdılar ki, ayın axırına kimi sistemi bunlar rejimi dəyişə biləcəklər, buna da nail ola bilməyiblər. Həmçinin Hörmüz boğazda bağlı qalmaqdadır. Məcbur qaldılar ki, İrana neft embarqosunda bunları qaldırdılar. Yəni, məsələ
bu qədər polemikadır və ona görə də Çin səfərini təxirə saldı. Çünki Çinə nə ilə gedəcək? Əgər bir Çinə təzyiq etmək, Çinə nəsə güzəştlər qoparmaq üçün əlində kart blanş olmalıdır. O da yoxdur. Amerikanın əlində. Ən azı 6 ay təxirə saldı. Yəni müharibə davam etdikcə 6 həftə mən sizə deyim, əgər Hörmüz boğazını Amerika açarsa, Xarq adasını alacaqsa, ondan sonra Trump Çinə səfər edəcək. Mən də razıyam bu fikirlə. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Xeyirlə söhbət elədik. Maraqlı məqamlardan danışdıq, müzakirə elədik və hətta müqayisə elədik. Yəni bu hadisələr istər-istəməz bir həqiqəti ortaya çıxarır ki, İrandakı rejim qonşulara və regiona çox problem yaradan bir rejimdir və bu rejimin ləğvi bölgədəki dövlətlərin maraqları çərçivəsində olmalıdır. Yəni bu əsas amildir və bu maraqlar içərisində Azərbaycanın maraqları bəlkə də ən çox olanlardan biridir. Çünki biz 200 ildən sonra şans qazanırıq ki, bölünmüş xalqlar var dünyada və o xalqların içərisində biz də varıq. O bölünmüşlük statusundan biz də canımız qutarsın. İnşallah, yəqin ki, fikirləşənlər var, bu işi uğrunda mübarizə aparanlar var. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Hörmətli tamaşaçılar, xatırladım ki, studiyamın qonağı siyasi şərhçi, Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullazadə idi. Xatırladım ki, verilişimiz YouTube kanalından da yayımlanır. Baxın, bəyənin, dostlarınızla paylaşın, qoy daha çox soydaşımız görsün. Sağ olun, görüşənə kimi.